Salam əziz müəllimlər. Bizim bugünkü dərsimiz informatika fənninə həsr olunur. Yenidən Python proqramlaşdırma dili ilə bağlı dərslərimizi davam etdiririk. Biz bugün Şəfəq Ələkbərovanın təqdimatında sətirlər və onlar üzərində əməllər mövzusuna nəzər salacağıq. Salam Şəfəq xanım. Əleyküm salam. Şəfəq xanım, bu mövzu hansı dərsliklərdə öz əksini tapır və müəllimlər bu mövzu üzrə hazırlaşarkən hansı dərsliklərə nəzər salmalıdırlar? Belə deyim ki, ümumiyyətlə Python proqramlaşdırma dili çox geniş və incəlikləri olan bir mövzulardır, dilində olan mövzular. Əslində bugünkü dərsimiz sətirlər və onlar üzərində əməllər dərsi haqqında çox şey danışmaq olar, çox misallar, nümunələr gətirmək olar. Mən çalışacağam ki, qısaca bir giriş edim, ondan sonra tapşırıqlara baxaq. Amma bu mövzu 9-cu sinif dərsliyində geniş şəkildə əhatə olunubdur. Müəllimlərə məsləhət görərdim ki, həmin dərslikdən istifadə etsinlər və dərsliklərimizdə olan ümumiyyətlə proqramlaşdırmaya aid yeniliklərə də nəzərdən qaçırmasınlar, onlara fikir versinlər. Buyurun o zaman izahlara başlayaq. Çox sağ olun. Deməli, dediyim kimi, sətirlər haqqında əvvəlcə məlumat vermək istəyirəm. Sətir simvollar ardıcıllığıdır və hər hansı bir sətri biz göstərmək istəyiriksə, bu sətri ya tək, ya da qoşa dırnaqlar arasında nümayiş etdirməliyik. Məsələn, tək dırnaq arasında buna apostrof da deyirlər, sətirlər yaza bilərik və yaxud da ki, qoşa dırnaqlar arasında verilənlər strukturu. Hər ikisi sətirlərə aiddir. Sətirlərdə, ümumiyyətlə sətirlərə tərif verəndə bir də deyirlər ki, burada nizamlanmış simvollar ardıcıllığıdır. Bu o deməkdir ki, sətirdə hər bir simvolun durduğu mövqeyə uyğun indeksi var və indekslər sıfırdan başlayaraq nömrələnir. Yəni, əgər biz indeksləri soldan sağa göstərmək istəsək, sıfırdan başlayaraq nömrələyirik, sağdan sola doğru göstərmək istəsək, -1-dən başlayaraq nömrələyirik. Sətrin hər bir simvoluna müraciət etmək mümkündür. Bunun üçün indekslərdən istifadə olunur. Yəni, sətirlərin simvollarına müraciət indeksə görə olur. Məsəl üçün, A sətrimdə sətir sözü saxlanılıb. Gördüyünüz kimi indekslərdə nümayiş etdirmişik. Biz A sətrinin 0-cı indeksli simvoluna müraciət etsək, nəticə S-dir. A sətrinin 3-cü indeksli, yəni 3 indeksli simvoluna müraciət etsək, I-dir. -2, o da I-dir. Çünki soldan sağa 3 ilə, sağdan sola -2 eyni simvol göstərir bizə. Bundan başqa, sətirlərin hər hansı alt sətri ilə də işləmək lazım gəlir. Bu zamanda biz indekslərin köməyindən istifadə edəcəyik. Məsəl üçün, ST dəyişənimizdə Qarabağ Azərbaycandır sətrini saxlamışıqsa, mən oradan Qarabağ alt sətrini çıxartmaq üçün və yaxud da ki, istifadə etmək üçün yenə də kvadrat mötərizələrin arasında biz sətrimizin adını göstəririk və əvvəldən Qarabağ bitənə qədər istifadə etdiyim simvolları göstərmək üçün yazıram ki, 2 nöqtə, sol hissənin boş olması əvvəldən 7-yə qədər 7 daxil deyil deməkdir. Yəni, 0-cı indeksdən 7-ci indeksə qədər, amma 7 daxil deyil. Belə asan olsun deyə belə də deyə bilərik ki, burada 0-dan başlayaraq 7 simvoldan istifadə olunur. Bu da bizə Qarabağ sözünü qaytarır. Eyni zamanda indeksi 8 olan simvoldan sona qədər. Bu da bizim Azərbaycandır hissəsinə, alt sətrinə, kəsiyinə gətirib çıxardır. İndeksi 8 olandan 12-yə qədər olanda isə burada da yenə də 8 daxildir. 12 bura daxil deyil və 4 simvollu bir alt sətr olur, kəsiyi olur. O da Azər, əslində sözdür, Azər hissəciyinə, alt sətrinə uyğun gəlir. Bundan başqa, sətr tipli verilənlərlə işləmək üçün müxtəlif funksiyalar və metodlardan istifadə olunur. Funksiyalara nümunə olaraq len-i gətirə bilərik. Len nə deməkdir? Sətirdəki simvolların sayını qaytarır bizə.
Məsələn, len Python yazsaq, Python bir sətirdir, orada 6 simvol var deyənə 6 qaytarır. Metodlar olaraq isə ümumiyyətlə metodun tərifini vermək istəyirəm. Metod konkret obyektlə işləmək üçün istifadə olunan funksiyalardır. Yəni metodlar göstərdiyimiz len funksiyası kimi işləmir. Onu bir obyektə bərkitmək lazımdır. Məsəl üçün count nədir? Sayını tapmaq deməkdir. Harda sayını tapım? S1 sətrində. Və burada bir bizim arqumentimiz olacaq. O məlum olur ki, yəni bu sətirdə, S1 sətrində həmin arqumentin sayını tap. Yəni bu alt sətirdən neçə dənə var? Və yaxud da replace. S1-də bir alt sətri digəri ilə əvəzlə və yaxud da upper. S1-də bütün simvolları böyük elə və s. Bir çox metodlar var. Dediyim kimi bu barədə çox danışmaq olar, amma istəyirəm ki, tapşırıqlara keçim. Nümunələr burada gətirmişəm. Tutaq ki, mənim ST dəyişənimdə Python sətri, ST1 dəyişənimdə isə ST-ni upper metodu tətbiq etmişəm. Nəticələri çap eləyəndə, baxın, burada əgər hamısı olduğu kimi ekrana çıxıbsa, ST1-də upper metodu ilə ona təsir etdiyimizə görə, yəni onu tətbiq etdiyimizə görə bütün simvollar böyük hərflə qaytarılır. Keçək tapşırıqlarımıza. Birinci tapşırığımız belədir ki, proqramın nəticəsini müəyyən edin. Gördüyünüz kimi, burada bizim iki dəyişənimiz var, A və B dəyişənləri. A dəyişəninə 25, B dəyişəninə isə 35 mənimsədilir. Və biz belə bir nəticəni ekranda görmək istəyirik. Print ekrana çıxartmaq, çap etmək üçün istifadə olunan funksiyadır. Bu funksiyanın gördüyünüz kimi iki arqumenti var. Bir arqument, bax bu hissədir, bir sətirdir. Digər arqumenti, bax bu cəmi qaytarır bizə. Sp isə bir parametrdir, mütləq olmayan parametrdir. Nə edir? Ayrıcı simvolla bu iki arqumenti bir-birindən ayırır. Yəni, bu iki arqumentin arasına, bax o dırnaqlar arasında nə yazılıbsa apostrof, onu yerləşdirəcək. Susmaya görə S probeldir, yəni boşluq işarəsidir. Ona görə də həmişə sep olmayanda, göstərilməyəndə iki arqument arasında Pythonda probel işarəsi olur. İndi gəlin hər bir hissəni ayrı-ayrılıqda göstərək. Məsəl üçün, birinci arqumentimizin nəticəsi sətr olduğu üçün olduğu kimi qayıdır. İkinci arqumentimiz isə A dəyişənini, yəni A 25-dir qiymətini sətrə çevirir və B-ni də sətrə çevirir. Və onları əslində riyaziyyatdan bildiyimiz kimi toplamır. Eləcə yanaşı çap edir. Əvvəl 25, sonra 35. Və sep-in köməyi ilə də onların arasına bərabər işarəsi yerləşdirilir. Və beləliklə bizim bu göstərilən tapşırığımızın nəticəsi, cavabı Y variantıdır. Digər məsələmizə baxaq. Klaviaturadan S dəyişəni üçün gördüyünüz bax bu sətr daxil edilir, qiymət daxil edilir. O daxil edilmiş sətirdən informatika ifadəsini çap etmək üçün S dəyişəninə nə mənimsədilməlidir? Bu tapşırığı həll etmək üçün mən təklif edirəm ki, hər bir bəndə ayrı-ayrı baxaq. Bunun üçün mən ilkin sətrimin indekslarını da nümayiş etdirmişəm. Çünki biz cavab bəndlərində kəsiklərə müraciət etmişik. Baxın, gördüyünüz kimi 3 kəsiyin birləşməsidir. Birinci kəsiyimizdə 0-dan 5-ə qədər, yəni 5 simvol olacaq. O 0-dan 5-ə qədər 5 daxil deyil. Infor alt sətrinə. 8-dən 11-ə qədər burada bizim 3 simvolumuz olacaq. Mat alt sətrinə. 13-dən sona qədər isə İK alt sətrinə uyğun olduğuna görə bu 3 kəsiyin birləşməsi bizə informatika sətrini qaytarır. Yəni, əslində elə doğru cavabı A bəndində gördük. Amma yenə də digər bəndlərə də baxaq. Məsəl üçün, B bəndində əvvəldən 5-ə qədər, yəni 5 simvol qaytaracaq bizə infor. İkinci
hissədən bizə 3 simvol qayıdır, mat. Və tika özü bir sətir olduğuna görə ora birləşdirilir. Amma gördüyümüz kimi nəticə bizim axtardığımız nəticə deyil. 2 dənə T hərfi var. C bəndində 4 simvol qayıdır, info. Burada bizə 2 simvol qayıdacaq, ma. Digər 3-cü hissəmizdə isə 12-dən sona qədər ulduz tika qayıdır. Bu da bizim axtardığımız deyil. D bəndində əvvəlcə info, sonra 4 indeksli simvol R, daha sonra 2 simvol 8-dən başlayaraq ma, ondan sonra ika birləşdirilir və nəticə informa-ika alınır. Bu da axtardığımız deyil. Və sonuncu bənddə də yenə 4 simvola baxırıq info. Buradan 3 simvol qayıdır 8-dən mat və 13-dən len s, yəni ki, len dediyim kimi bizə sətirdə simvolların sayını verir, sona qədər deməkdir eyni zamanda. 13-dən sona qədər də ikadır. İnformatika alındı. Yenə də R hərfi yoxdur və bu da bizim doğru cavabımız deyil və tapşırığımızın doğru cavabı bizdə A-dır. Növbəti məsələmizə baxaq. Proqram verilmiş A dəyişənində olan ədədin bütün rəqəmlərinin cəmini çap etməsi üçün nöqtələrin yerinə yazılacaq doğru cavab variantını müəyyən edin. Yəni ki, məqsədimiz verilmiş A ədədinin rəqəmlərinin cəmini tapmaqdır. Bunun üçün də bizə belə bir proqram təklif olunub. Bu proqramda nöqtələrin yerinə nə yazmalıyıq ki, məqsədimizə çataq? Baxın, əgər bizdə proqram bu şəkildə verilibsə, o deməkdir ki, A ədəd tipli dəyişənini sətrə çevirməliyik. Çünki biz ədəddən rəqəmləri bir-bir götürüb istifadə edə bilmirik, amma sətirlərdən simvolları götürüb istifadə edə bilirik. Bax, bu yazılışla for I in, məsələn, str-a olsa burada, str-a olsa, yəni biz A dəyişənini, ədədini sətrə çevirdik və bu sətrin hər bir simvolu, hər iterasiyada I dəyişənində olacaq. Ondan sonra o ədəd tipinə çevrilir və toplanır. Doğru cavab str-a-dır. Proqramın nəticəsini müəyyən edək. Gəlin bu proqramın sətir-bəsətir izahına baxaq. Görürsünüz ki, A dəyişənində bizim 12345 ədədi mənimsədilib tam ədədi. Sonra biz həmin o A dəyişənindəki ədədi sətir tipinə çeviririk, str funksiyasının köməyi ilə və B-də saxlayırıq. Növbəti addımda bizdə S dəyişəni var. Bu S dəyişənində B sətrinin birinci hesaba görə birinci, amma 0 indeksli simvolu saxlanılır. O da 1-dir. Amma yenə də bu 1 sətir tipli olur, onu da deyim. Sonra götürürük, proqramda dövrə müraciət edirik. Dövrdə I dəyişəni B sətrinin hər iterasiyada 0-dan başlayaraq bütün qiymətlərini alacaq. Sətrimin uzunluğu, B sətrinin uzunluğu 5-ə bərabərdir. Ona görə də burada I dəyişəni hər iterasiyada 0, 1, 2, 3, 4 qiymətlərini alacaq. Daha sonra bu qiymətlər növbəti addımda, yəni dövrün gövdəsində S dəyişəninə B sətrinin I indeksli simvolları əlavə olunur və nəticədə bizdə bax belə S-in qiyməti bu şəkildə olur. Nəyə görə? Çünki S-də əvvəlcə bizdə 1 var idi. Sonra biz bir-bir digər 1-i, 2-ni, 3-ü, 4-ü, 5-i yanaşı ora əlavə edirik və alınmış S-də gördüyümüz nəticəni alırıq. Nəticədə isə bax çap eləyəndə biz həmin o alınmış S-dən 2 dənə çap etməliyik, 2 dənə ardıcıl. Ona görə də proqramımızın nəticəsi bax gördüyünüz kimi olur. 1, 1, 2, 3, 4, 5 və 1, 1, 2, 3, 4, 5. Növbəti tapşırığımıza keçirik. Tapşırığımızda deyilir ki, proqramın təyinatını müəyyən edin. Yəni bu proqram nə iş görür? Gördüyünüz kimi 2 dəyişənimiz var, X və Y. Dəyişənlərimizin birində sertifikatlaşdırma sətri, digərində isə imtahanı sətri saxlanılıb.
Yenə də bir-bir hər sətrin, proqram sətrinin nə iş gördüyünü baxaq. Dövrdə deməli i dəyişəninə hər iterasiyada i dəyişəninə x sətrinin ardıcıl olaraq bir simvolu saxlanılır. Yəni i bir dəfə s, bir dəfə y, bir dəfə r, yəni dövrdə sertifikatlaşdırma sözündə neçə simvol varsa dövrümüz o qədər davam edəcək və hər bir simvol ardıcıl olaraq i dəyişəndə saxlanılacaq. Sonra dövrün gövdəsində biz həmin o simvolu y sətrində axtaracağıq. Əgər bu simvol y sətrində yoxdursa, həmin o çap olunacaq. Yəni, əslində bizim proqramımız x sətrində olub, y sətrində olmayan simvolları çap edir. Növbəti tapşırığımız proqramın nəticəsini müəyyən edin. Yenə bir-bir hər addıma, hər sətrə baxacağıq. Məsəl üçün, A dəyişənində Azərbaycan sətri saxlanılıb. Lower metodunun köməyi ilə biz bütün sətrin simvollarını kiçik edirik, yəni nəticəsi kiçik hərflərlə Azərbaycan olur. Növbəti sətrimizdə deməli x dəyişəninə A sətrinin kəsiyini mənimsədirik. Yəni ki, A sətrinin əvvəldən sətrin uzunluğundan 3 vahid kiçik. Yəni əgər sətrimizdə 10 simvol varsa, ondan 3-ün çıxanda 7, yəni 0-dan 7-yə qədər olan, indeksi 0-dan 7-yəcən olan, amma yenə də deyirəm, 7 daxil deyil, kəsiyi mənimsədiləcək. Bu da olacaq Azərbay. Daha sonra biz y dəyişəninə də bir kəsiyi mənimsədirik. Əvvəldən 4-ə qədər, yəni 4 simvolu bir alt kəsiyi olur, alt sətr olur, o da Azər olur və sonuncu bizim sətrimizdə hər iki sətirlərin birləşməsidir. O da Azərbay, Azər və nəticə olaraq ekrana biz bu alınmış Z sətrindəki A-ların sayını tapmalıyıq. Ondan da gördüyünüz kimi 3 dənədir. Ona görə də proqramımızın nəticəsi bizə 3-ü verəcək. Növbəti tapşırığımıza baxaq. S. Computer Science sətri üçün uyğunluğu müəyyən edin. Burada 3 variantımız var. Yəni, S sətrində S-lərin sayını tapmaq. İkincidə S sətrində S-nin indeksini müəyyən etmək, find indeksi müəyyən etməkdir. Bir də ki, S sətrinin uzunluğunu tapmaq. Gördüyünüz kimi, tapşırığımız asan tapşırıqdır. Bizim S sətrində S-nin sayı 2-dir. Bir burada science sözündə birinci S, ikincisi. İkincidə bizə S sətrində S-nin indeksini qaytarmaq lazımdır və ilk rast gəldiyi simvolun indeksini qaytarır. Bu da 10-dur. Sonra isə sətrin uzunluğunu bizə qaytarır. Yəni, probel də daxil olmaqla 16 simvol var və ona görə də bizim proqramımızın nəticəsi A olur. 1 C, 2 A, 3 D. Növbəti tapşırığımız proqramın nəticəsini müəyyən etməliyik. A dəyişənimizdə informatika sətri, B-də onun 2 dəfə duplikatı təkrarlanması, yəni 2 vurulsun A, əslində sətri sətrə vurmaq deyil, 2 dəfə A sətrini yanaşı yazmaqdır. Ona görə də informatika və informatika yanaşı yazılır. Növbəti sətrimizdə biz C-də alınmış B ilə ilkin A-nı yanaşı çap edirik. Burada da bizdə 3 dəfə informatika sözü olacaq və nəticədə biz B və C sətirlərinin birləşməsindəki simvolların sayını çap etməliyik. O da 55 olur. Ona görə də doğru cavabımız 55-dir. Və bununla mən bütün test tapşırıqlarını, yəni göstərmək istədiyim test tapşırıqlarını nümayiş etdirdim. Düşünürəm ki, bu tapşırıqlar və izahım müəllimlərə yararlı olacaq. Bütün həmkarlarıma uğurlar arzu edirəm.
Şəfəq xanım, geniş izahınıza görə biz sizə təşəkkürümüzü bildiririk. Hələ də Python mövzusunda olan digər dərslərimiz də davam edəcək. Bəli. Ümid edirik ki, müəllimlər üçün bu dərslər faydalı olacaq. Mən də ümidvaram. Əziz müəllimlər, bugünlük verilişimiz bu qədər. Növbəti verilişlərdə görüşənə qədər.